xoş gəldiniz. İlk dəfə gəlirsə mən Nəzrin. Bugün yenə vlog çəkəcəm. Artıq bu mənim neçənci vlogumdur. Atıram tutmur. Ancaq vlogumda demişdim ki, bu da tutmasa atmayacağım. Axırıncı vlogumundakı first part'ını paylaşdım. İkincini paylaşmadım. Çünki niyə? Axotum yoxdur. Onu oturub editləməyə axotum yoxdur. Onu gördüm, onun başını buraxdım. Qalıb videolar, gərək editləyim, nəsə. Onun başını buraxdım, təzə bir vloga başladım. Normalda mikrofonla başlayacaqdım, amma mikrofon xarab oldu. Xarab yox, zatkası qutarıb, ona görə mikrofonsuz başladım. Nəsə, onsa belə də yaxşıdır. Keçən dəfəki videoda mikrofonla danışmışdım, amma bəyənməmişdim danışığımı. Bugün nə edəcəm? Onu qısa bir fragman, proqnoz. Onun haqqında qısa danışım. İndi birazdan dərs eləməliyəm, düzdür. Dərsimi elədikdən sonra stolumu yığacağam, o ayrı ondan görəcəksiniz. Sabah mən səhər 7-də dostumla gedəcəyik bike club'a, velosiped sürməyə. Healthy lifestyle, bəs hər gün biz belə eləyirik, yox. Elə neçə vaxt heç belə bir şey eləməmişdik, ona görə də vlog alıram, fərqlilik olsun. Ondan sonra bəlkə breakfast'a getdik, lap sonra isə mən böyük ehtimal qayıtdım evə və hazırlığıma gedəcəm. Axşam üçündə deyəsən ad gününə gedəcəyik. Onu da vloglayacağım. Qazınımın ad günüdür. Ona görə böyük ehtimal orada getdik. Ona görə dolu bir gün olacaq. Dedim, niyə də çəkməyim. Bu səfərki tutacaq. İnanıram. Globala düşəcək. Buna da inanıram. Nəysə, çox danışmağı sevirəm. Çox da uzatdım. 2 dəqiqə keçdi. Keçə bilərim məncə video. Bu hər dəfə videolarda bu keçiş eləyirəm. Çox cringe-dir, bunu eləməyəcəm. Promo ilə keçəcəm vloga. Əlimi belə bir şey eləyəcəm bir dəqiqə. Keçək vloga. Stolumu yığacam indi. Bura pis gündədir, bilmirəm göstərim. Guys, burada da belə stikerlərim var. Hamısını göstərəcəm, heç narahat olmayın. Bir hamısını paylaşacağım. İndi keçə bilərik vloga. Bu stakanını da göstərməliydim, çünki çox şirindir. Keçə bilərik. Belə bağlayacağım.
kiçik bir açıqlama verəcəm bir şey haqqında. Normalda biz getməliydik saat 7 üçün Bike Club-a. Amma ki mənim dostum yatıb qaldı. That's why biz biraz ertələdik. Daha mən dərsimi ertələmişdim. Təsəvvürün qaydırdım, gedirdim dərsimə. Sonra bəs mənə yazdı ki, mən yatıb qalmışam. İndi oyandım, gedək mi? Dedim, okey, gedək. Amma ki, biz Bike Club-dan yox, tək ikimiz sürəcəyik. O biraz pis oldu deyə bilmərəm. O heç nə oldu da, ola bilər belə şeylər. Ondan sonra da baxdıq, bəlkə gedəcəyik breakfast-a. Bunu da qeyd edeyim ki, mən əslində videomu paylaşmağı düşünmürdüm. Motivəm ölmüşdü bütün. Çünki səhər insan işə alınmayanda motivasiyası tamamen düşür sıfıra. Ona gördüm ki, paylaşmayayım. Amma ki, motivəm yerinə gəldi və paylaşacağım. Don't worry. Nəysə, keçək vloga. Azəlim. İsterse bir anda böyle bir anlama. Bir Sakınma paketi diye. Sende de bu bak koydu var. Onu sevgili onu seçirsən. Ama səhər bilmiyorum. Basıldı. Yemeğe odaklandı bir şey başlıyor. Ben o zaman söyleyeyim. Christmas halini sağlamıyorum. Onda boş yer tapdım və davam edəcəm. Biz indi gəldik karaoke'ya ad gününə. Çox danışa bilməmişəm, bütün gün çox məşğul olmuşam. Ona görə indi gəldik karaoke'ya. Buradan da bir neçə görüntü çəkib paylaşacağım. Öz telefonumda, başqa telefonlarım çünki mənim storage'ım dolub. İnşallah vlog editləyib ata biləcəm. Qismət olacaq inşallah. İndi gedək. Şimdi gediriyor. Çok yorgun ama. Hediyemi beğendin hediyemi. Hediyemi beğendin.